Mağazaya gedərkən, geyim alanda ilk növbədə nəyə diqqət etmək lazımdır? Mütləq onun materialına baxmaq lazımdır. Deməli, həmin geyimlərə baxarkən onların içərisində belə bir etiketlər var. Burada mütləq onların materialları yazılır. Məsələn, bu 100%'dir, pambıqdır, katon. Deyəlim ki, bir köynək götürək. Məsələn, bu kətan köynəkdir. Burada isə yenə də içərisindəki etiketdə yazılır ki, nədəndir? 100% kətandır. Pencəklərdə isə etiket bunun daxili cibindədir. Bu hissədə çıxardıb baxmaq lazımdır. Məsələn, burada 50% yundur, 50% kətandır. Məhz bu 50% yun, 50% kətan olan pencək yay üçün əla bir şeydir. Ona görə geyim alarkən ilk növbədə onun parçalarına diqqət edin. Həmçinin bu etiketdə onu təmizləmə qaydası göstərilir. Mütləq o qaydaya riayət etmək lazımdır. Çünki əks təqdirdə həmin parça deformasiya olacaqdır. Odur ki, diqqətli olun.